Trump dedi ki Gazze'nin bərpası üçün 7 milyard, 9 milyard deyəsən dedi pul. 7 yoxsa 9 milyard pul yığılıbdı. 7 milyard. 7 milyard. 7 milyard. Mənə gəlir ki, bu üzvlük üçün verilən pulların hesabında fond yaranmışdı. O fonddan Trump'ın Gazze'nin bərpası üçün ayırmaq istədiyi puldur. Və əgər mənim dediyim bu ehtimal olunan versiyadır, yenə təkrar edirəm, bu arada bilgi yoxdur. Mən sadəcə o informasiya qırıqlarından bir məntiq fikirləşməyə çalışıram. Əgər düzgün məntiqdirsə bu, o halda Azərbaycan daimi üzv olmaq üçün 1 milyard pulu verib, təəssüf ki, bu 1 milyard da xərclənibdir. Ona görə də Azərbaycan rəsmiləri deyirlər ki, biz bu istiqamətdə pul xərclənməmişik. Yəni, birinci istiqamətini üstün vurmurlar. Təxminən belə. Sülh Şurasının birinci iclasında Amerika Birləşmiş Ştatlarının prezidenti bəyan elədi ki, 9 ölkə Qəzzanın bərpası üçün 7 milyard dollar ayırmaq istədiyini dilə gətirib. Və bu ölkələr içərisində Azərbaycan da var. Və sonradan Azərbaycan rəsmiləri, prezidentin köməkçisi Hikmət Hacıyev bu informasiyanı təkzib elədi və Azərbaycanın belə bir vəsaiti ayırmayacağını açıq şəkildə söylədi. İndi bu məsələ barədə İsa Qəmbər danışır. Sülh Şurasının nizamnaməsinə, Trump'ın çıxışlarına və digər məsələlərə istinad edərək iddialar ortaya qoymur. Özünün dediyi kimi informasiya qırıqları yaxud qırıntıları əsasında danışır. Və bir məntiqi nəticə çıxartmağa cəhd göstərir. Deyir ki, Azərbaycan daim üzv olmaq üçün 1 milyard dollar verib və bu 1 milyard dollar da Qəzzanın bərpa olunmasına artıq yönəldilib. Hikmət Hacıyevin təkzib etdiyi məsələ isə güya başqa bir şeylə əlaqədardır və Azərbaycan rəsmiləri daimi üzvlüklə bağlı verilən puldan danışmırlar. İkinci məsələyə reaksiya bildirirlər ki, belə bir şey yoxdur. Əgər Azərbaycan daimi üzv olmaq üçün 1 milyard dollar vəsait ayırıbsa, bu gizlədilməsi qeyri-mümkün olan bir məsələdir. Hadisələrin gedişi göstərir ki, daimi üzv olmaq istəyənlərin sayı çox olmayacaq. Ola bilsin ki, bir neçə dövlət belə bir istəyini ortaya qoysun. Hələlik yalnız Rusiya öz arzusunu dilə gətirib və daimi üzv olmaq üçün 1 milyard dollar ödəməyə hazır olduğunu deyib. Bu barədə Prezident Putin bəyanat verib. Ancaq bu vəsaiti də Rusiyanın dövlət büdcəsindən deyil, Amerika Birləşmiş Ştatlarında həbs olunan Rusiyanın aktivlərindən ayırmağı təklif edir. Yəni Amerika Birləşmiş Ştatlarında Rusiyanın 5 milyard dollar vəsaiti var. O vəsaitin 1 milyardı Qəzziyə yardım üçün və Rusiyanın Sülh Şurasına daimi üzv olması üçün ayrılsın. Yerdə qalan 4 milyard isə Ukrayna müharibəsindən zərər görmüş ərazilərin bərpasına yönəldilsin. Və çox güman ki, bu ərazilər Rusiyanın nəzarətində olan ərazilər olacaq. Ancaq Qəzziyə bütövlükdə yardım eləyəcək ölkələrin, şirkətlərin, vətəndaşların sayı yəqin ki, yüzlərlə, bəlkə də hətta minlərlə olacaq. Və əgər bir dövlət yardımını gizlətmək istəyirsə, burada daimi üzv olmaq variantını təbii ki, seçməz. Minlərin arasında itmək daha asandır. Ona görə ikinci varianta üstünlük verər və şirkətlər vasitəsilə ya hansısa formada
Qəzziyə Yardım Fonduna yardım göstərə bilər. Üstəlik bir şey də nəzərə alınmalıdır və siyasətçilər bunu bilməlidirlər. Ciddi bəyanatlar informasiya qırıqları yaxud qırıntıları əsasında verilə bilməz. Ciddi siyasətçi ciddi faktlar olmadan məntiqi nəticələr çıxartmağa və bu cür bəyanatlar verməyə cəhd göstərməməlidir. Elə bir müddəa yoxdur ki, dövlət büdcəsindən pul xalqın, ictimaiyyətin, parlamentin qərarı olmadan harasa verilsin. Və Azərbaycanın da bu sülh şurasına 1 milyard dollar para ayırması ilə bağlı cəmiyyətdə heç bir müzakirə olmayıb. Hətta rəsmən Azərbaycan hakimiyyətinin o pulu ödəməsi də deyilməyib. Sadəcə məlumatlar gedibdir. Azərbaycan rəsmiləri isə bunu təkzib etməyiblər. Ancaq bu dəfə qaz zanı bərpasına 7 milyard pul yığılmasında Azərbaycanın iştirak etdiyini deyəndə Azərbaycan rəsmiləri bunu inkar etdilər, təkzib etdilər. Mən bu informasiya qırıntılarına əsasən müəyyən bir məntiq yürütməyə çalışıram. Ancaq tamamilə haqlısınız. Bu pul dövlətin puludur, xalqın puludur, cəmiyyətin puludur və bu pul cəmiyyətin müzakirəsi olmadan, cəmiyyətin mövqeyi olmadan, parlamentin qərarı olmadan verilə bilməz. AXC Müsavat hakimiyyəti dövründə parlamentin sədri olan İsa Qəmbər parlamentin razılığı olmadan bu cür qərarlar qəbul oluna bilməz deyir. Təbii ki, haqlıdır. Dövlətin bütün xərcləri barədə qərarları parlament qəbul etməlidir. Ancaq bu bəyanatı verəndə İsa Qəmbər nədənsə bir məsələni ya unudur, yaxud xatırlamaq istəmir. Onun parlamentin sədri olduğu dövrdə Azərbaycan dövlət büdcəsi qəbul olunmamışdı. Azərbaycan yeganə dövlət idi ki, büdcə olmadan fəaliyyət göstərirdi. 93-cü ilin büdcəsi yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1993-cü ilin yayında qəbul olundu.